Müştərimizin də öz fikirlərimizə çox maraqlı oldu. Güman qazın izləyicilər, gördüyünüz kimi Mehdəbad qəsəbəsində pəncərələrini gətirmişik Allah'ın izniyle. 70'li və 60'lıq seriyadır. Rəng olaraq antrasit qeyri rənginədir. Gəlin buyurun. Tanış ilə inşallah pəncərələrimizdən. 70'li seriyamız Aksar Türkiyə dəmir içindəki qalınlıq 1,5 dəmirlə istifade olunur inşallah. Ölçü olarak 2 metre, hündürlüğü isə 2,15'lik. Bu gördüğünüz pəncələr üçü də eyni ölçüdə, eyni çeşidlərdən hansı. Şüşə ölçüsü isə yəni qalınlıq, ət qalınlığı təmiz dörtlüydür. 20'lik paket. Burada da həmçinin eyni qaydada çift. Və burada qalın baxımız var. Bakın həm yanında pəncərə. Pəncərələr eyni 80, hündürlüğü 145. Burada asılır, bağlanır. Qapının eni isə 78, hündürlüğü isə 234. Bu tərəfdən burada bağlanır var. Burada da pəncərəmizin eni 128'in 145'ədir. Burada ise 60'lıq seriyadır. Şüşə rəng olaraq kalitimiz güclü modelimizdir. 2 dənə eyni ədəd. Eni 139'un hündürlüyü də 155 ədəd. 2 dənə. Cilt formasındadır. Müştərimizin də öz fikirlərimizə çox maraqlı oldu. Allah'ın izniyle. Allah köməyiniz olsun. Çox sağ olun. Allah xeyirinizi versin. Mövzunda sənətkaram. Var olun. Gərək siz də var olun. İnsan gərək işini sevər, bəyənər, məhəbbətlə iş görər. Mən 30-40 il sənətkarıyam. Mən sizə çox şad olum, sizə rastlaşdım. Yəni siz sənətinizi sevən bir insansınız. Həm vicdanlı bir insanlarsınız. Allah sizi qorusun. Allah sizi çörək versin. Sağ ol. Allah sizi versin. Hamı yüzümüzə çörək qazanır. Hamı çörək yedik hə? Yəni mən sevgimlə çörəyimlə Allah sənə qismət verər. Çox sağ olun. Var olun. Sağ olun başım. Çox sağ olun. Siz də öz evinizdə gözəl və keyfiyyətli pəncərələr istəyirsinizsə, Güvən Qalsa müraciət edəcəksiniz.